Dünyada ilk beynəlxalq patentli hidrogen plazma texnologiyasına sahib Lotus kombiləri Expo mərkəzində yerli şirkətlərin tanıtım sərgisi çərçivəsində Azərbaycanda təqdimata keçirilmiş, həm dövlət, həm də özəl sektor nümayəndələri tərəfindən geniş marağa səbəb olmuşdu. Bu kombilər təbii qaza və ya digər yanacaq maddələrinə ehtiyac duymadan içərisindəki innovativ və patentli texnologiya sayəsində sadə sudan hidrogen plazması alınır. Anında yandırılaraq suyun tələb edilən temperaturuna çatdırılması təmin edilir. Təbii qaz və digər yanacaq maddəsi istifadə edilmədiyindən və qapalı dövriyyəsi sayəsində Lotus kombi heç bir bacaya ehtiyac duymur. Həm ətraf mühiti qoruyur, həm enerji xərclərinə qənaət etməyə imkan verir. Lotus hidrogen plazma kombisi yalnız şəxsi evlərdə komfortlu temperaturun təmin edilməsi və isti suyun alınması ilə kifayətlənmir. Eyni zamanda daha böyük və ətraf mühit dostu layihələrə də imza atır. Lotus kombi təbii qaz kombilərindən fərqli olaraq alternativ enerji qaynaqlarından istifadə edilmə imkanları sayəsində sıfır xərclə işləyən ekologiya dostu bir isitmə modelini ortaya qoyur. Bu texnologiya sayəsində kiçik evdən tutmuş böyük istixanalara qədər ekonom, sərfəli, ekoloji təmiz istilik əldə edilməsi mümkündür. Bütün texniki göstəricilər və əldə edilən nəticələr məşhur universitetlərin sınaq laboratoriyalarının təsdiqini almışdır. Lotus kombilər hal-hazırda Avropanın və dünyanın 10 ölkəsinə ixrac edilir. Avropa ölkələrinin tələb etdiyi bütün keyfiyyət sertifikatlarına malikdir. Texniki olaraq hidrogen plazması depolanmadığı üçün tam təhlükəsizdir. İstehsalçı ilə razılaşma əsasında Azərbaycanda istehsalı nəzərdə tutulmuşdur. Həm yeni iş yerlərinin açılması ilə Qarabağa köçən əhalinin məşğulluq probleminin həlli, həm də ixrac potensiallı məhsul olması səbəbilə çox sərfəli biznes sahəsidir. Cənab Prezidentin Mingəçevirdə enerji mərkəzinin açılışı zamanı təbii qaz resurslarına qənaət edilməsi, həm də COP29 zamanı qeyd etdiyi karbon emissiyası strategiyasından tam töhfə verə biləcək məhsuldur. Tələb edildiyi təqdirdə pilot layihələrin icra edilməsi, mühəndis heyəti və satış sonrası tam texniki dəstəyin verilməsi, ehtiyat hissəsi bazasının və texniki xidmət şəbəkəsinin qurulması üçün tam struktur bazamız və texniki heyətimiz mövcuddur.